Salam, hər vaxtınız xeyir olsun əziz magistr namizədləri. Bugünkü videomuzda sizlərlə birlikdə magistr 5 jurnalı əsasında 2025-2026 tədris ili üzrə magistr ixtisaslarının ən son keçid ballarına nəzər yetirəcəyik. Videomuza keçid etməzdən əvvəl hər birinizdən xahişimiz odur ki, növbəti videolarımızın anında xəbərdar ola bilməyiniz üçün, eləcə də videolarımızın ardının gəlməsi üçün zəhmət olmasa kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Eləcə də ixtisas seçim prosesi ilə bağlı hər hansı sualınız yaranarsa, videolarımızın aşağısına rəy bölməsində, eləcə də 070 742 2818 WhatsApp nömrəmizə yazmaqla suallarınızı ünvanlaya bilərsiniz. Eləcə də WhatsApp nömrəmiz vasitəsilə ixtisas seçiminizi əgər bizimlə düzgün şəkildə icra etmək istəyirsinizsə, WhatsApp nömrəmizə ad, soyad, topladığınız bal və bakalavr ixtisasınızı yazmaqla magistr ixtisas seçimi üçün qeydiyyatdan keçə bilərsiniz. Öncəliklə hər birinizə uğurlar arzu edirik. İndi isə gəlin videomuza keçid edək. Əziz namizədlər, öncəliklə hər birinizə bir zəruri məlumatı qeyd etmək istəyirəm ki, hər bir magistr namizədi bakalavr ixtisasının nə olmasından asılı olmayaraq, hansı bakalavr ixtisası üzrə məzun olmasından asılı olmayaraq 42-ci və 56-cı proqramlara müraciət edə bilər. 42-ci proqram sosial iş ixtisasının ixtisaslaşmaları üzrə deyək, universitetlərdə ixtisaslaşmaları nəzərdə tutur və hər bir namizəd seçə bilər onu. Təbii ki, keçid balı 40 bal olaraq formalaşmışdır. Əgər sizin də balınız 40 balın üzərindədirsə, siz ixtisas seçimi zamanı 42-ci proqrama müraciət edə bilərsiniz. Eləcə də 56-cı proqrama müraciət edə bilərsiniz. 56-cı proqram nədir? MBA təhsilidir. MBA, yəni Master of Business Administration. Yəni, biznesin idarə olunması ixtisası üzrə alt kateqoriya ixtisaslaşmaları seçə bilərsiniz. Və burada isə keçid balı 45 baldır. Yəni, əgər sizin balınız 43 baldırsa, siz öz ixtisasınızın ixtisaslaşması ilə yanaşı, əlbəttə ki, ixtisasınızın nə olması da burada önəm daşıyır. Əgər siz biznes sahəsi üzrə bakalavrı bitirmişsinizsə, yəni iqtisadi sahə üzrə məzunsunuzsa, sizin öz ixtisasınızın davamı olaraq magistr ixtisaslaşması üzrə keçid balınız 45 bal olacaq. Yox, əgər siz ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və s. kimi humanitar ixtisaslar üzrə bakalavrda məzun olubsunuzsa, sizin ixtisasınızı magistrda davam etməyiniz üçün ixtisaslaşmaların minimal keçid balı 40 bal olacaq. Yox, əgər sizin bakalavr ixtisasınız musiqi, idman sahələri və s. kimi ixtisaslaşmalar üzrədirsə, bu zaman sizin magistr ixtisası üzrə ixtisaslaşmalarda keçid balınız minimum 30 bal olmalıdır. Yəni, bu nə deməkdir? Siz müsabiqəyə buraxılmaq üçün mütləq şəkildə bu balları toplamalısınız. Ancaq iqtisadi ixtisaslar üzrə məzun olan namizədlər üçün bildirək ki, sizdə düzdür, ixtisaslaşmanız üzrə davam etmək istəsəniz və yaxud MBA ixtisaslarına seçmək istəsəniz, sizə 45 bal lazımdır minimal olaraq. Ancaq sizlər iqtisadi sahəni bitirməyinizdən asılı olmayaraq 42-ci proqrama, yəni sosial işin ixtisaslaşmalarına müraciət edərək minimal keçid balı 40 bal olan ixtisaslar üzrə seçim edə bilərsiniz. Yəni, belə bir şans bütün namizədlər üçün var. Yəni, Dövlət İmtahan Mərkəzi tərəfindən belə bir şans yaradılıb. Yəni, sizin bu zaman 3 yolunuz var. Ya öz bakalavr ixtisasınıza uyğun ixtisaslaşmaları seçəcəksiniz, ya ixtisasınızdan məmnun deyilsiniz, bakalavr ixtisasınızdan magistr üzrə biznes sahələri oxumaq istəyirsinizsə, MBA proqramına müraciət edəcəksiniz və yaxud da əgər sizin bakalavr ixtisasınız humanitar sahələrdirsə, yəni az öncə qeyd etdiyim kimi filologiya sahəsi və yaxud deyək, sosial iş və s. kimi humanitar sahələri, sosial sahələr üzrə məzunsunuzsa, bu zaman siz 42-ci proqrama müraciət edə bilərsiniz sosial işin ixtisaslaşması üzrə. Yəni, 3 yol var. Ya öz ixtisasınız üzrə davam edəcəksiniz, ya ixtisasınızı dəyişib biznes yönümlü olan MBA üzrə müraciət edə bilərsiniz, yaxud da 42-ci proqram olan sosial iş ixtisası üzrə hər bir namizəd müraciət edə bilər. Yəni, bu da öz yerində olaraq bir məlumat bildirmək istədim. İndi isə digər önəmli məqamlardan biri isə odur ki, bəs tədris ingilis olan ixtisaslarda oxumağın nə kimi avantajı var? Belə deyək, əgər sizin, belə deyək, xaricdə nə zamansa təhsil almaq kimi bir
fikriniz varsa və yaxud doktoranturanı xaricdə oxumaq istəyirsinizsə, bu zaman əlbəttə ki, IELTS balı və yaxud TOEFL balı kimi deyək beynəlxalq dil sertifikatları tələb olunur. Ancaq sizin magistr ixtisasınız ingilis dili üzrə oxuyubsunuzsa, tədris ingilis dilində olubsa, diplomunuzda o tədris ingilis dilində yazılacaq. Və siz gələcəkdə doktoranturanı xaricdə vermək istədirsiniz və yaxud Avropada və yaxud Amerikada, Kanadada və digər ölkələrdə oxumaq istəsəniz, bu zaman sizin IELTS imtahanına 90% universitetlərdə imtahan vermənizə ehtiyac yoxdur. Yəni 90% xarici universitetlər sizi IELTS balınız olmadan qəbul almağınıza dəstək olacaq sadəcə ümumi ortalamanız hesabına. Yəni bu önəmli nüans da odur. İkinci bir tərəfdən tədris ingilis dilində oxumaq əlbəttə ki, sizə avantaj verəcək. Nə? Çünki müasir dünyamızda, bazar iqtisadiyyatı şəraitində, əmək bazarında bir dərəcəli, yəni birinci nömrəli tələblərdən biri xarici dil biliyinin olmasıdır. Ya rus dili üzrə, ya ingilis dili üzrə tələb olunur, ancaq əsas deyək, diqqət ingilis dili biliyinədir. Bu səbəbdən yəni sizin tədris ingilis dilində oxumağınız sizə iki tərəfli belə deyək avantaj təmin edəcək. İndi isə gəlin ixtisaslara baxaq. Bakı Dövlət Universiteti üzrə geokimya ixtisasının keçid balı keçən il üçün həm ödəniş, həm də DS əsaslarla 51 bal olmuşdur. Dəniz və okean dibinin geologiyası ixtisaslaşması üzrə keçən Bakı Dövlət Universitetində DS üzrə qəbul aparılmayıb. Ödəniş əsasları keçid balı 45 bal olmuşdur. Mineralogiya ixtisaslaşması üzrə əyani əsaslarla DS və ödənişə keçid balı 51 bal olmuşdur. Gəlin belə eləyək, daha çox prioritet olan ixtisasları nəzərə yetirək. Çünki bilirsiniz ki, magistrda ixtisaslaşmalar kifayət qədər çoxdur. Məsələn, tətbiqi riyaziyyata gəlin nəzərə yetirək. Əyani əsaslarla Bakı Dövlət Universitetində keçən ödənişi və DS üzrə keçid balı 66 bal olmuşdur. Riyazi modelləşdirmə üzrə 64 bal olmuşdur. Həm ödəniş, həm də DS üzrə. Bir də onu qeyd edək ki, əziz namizədlər, bu ballar Dövlət İmtahan Mərkəzi tərəfindən formalaşmır. Bu ballar düzgün ixtisas seçiminin nəticəsi olaraq formalaşır. Ona görə biz sizə hər bir videomuzda, hər bir belə deyək, istər WhatsApp nömrəmizə yazdığınız zaman, istər videolarımızın aşağısında şərh bölməsində yazdığınız zaman tövsiyə edirik ki, düzgün ixtisas seçiminin olmasına diqqət yetirin. Çünki ixtisas seçimi prosesi rəqabət prosesidir. Əgər tələbələrin, namizədlərin çoxu yanlış ixtisas seçimi edərsə, bu ballarda kifayət qədər, hətta ciddi şəkildə artıma səbəb ola bilər. Bu da bilirsiniz ki, balların qalxması aşağı və orta bal toplayan namizədlərin qəbul olma şansını minimuma endirir, yəni azaldır. Baxın, bu kimi detalların olmasını istəmirsinizsə, ixtisas seçiminizi peşəkarlara etibar edin. Bizim mərkəzimizdə də onlayn şəkildə ixtisas seçim prosesi aparılır. İxtisas seçimini onlayn keçirməkdə başlıca məqsədimiz bütün tələbələr üçün fəaliyyətimizin əlçatan olmasıdır. Yəni regionlardan da bizə müraciətlər olur və yaxud xaricdə təhsil almaq üçün də müraciətlər olur. Məhz bu baxımdan əlçatanlığın təmin olunması məqsədi ilə biz onlayn şəkildə ixtisas seçim prosesini icra edirik. Eləcə də müəllimlərimiz tərəfindən ixtisas seçim prosesi sizin topladığınız bala, eləcə də maraqlarınıza müvafiq olaraq ən dəqiq, ən düzgün şəkildə Dövlət İmtahan Mərkəzinin əvvəlki illərdə və cari ildə nəşr etdiyi jurnallar əsasında analizlər aparılaraq sizin qəbul şansınızın maksimum səviyyədə artırılması istiqamətində aparılır. Və bizim ixtisas seçim prosesimizə daxildir konsultasiya, ixtisas seçimi üçün kodlaşdırma və ixtisas seçim prosesinin aparılması. Yəni bu üç proses bizim ixtisas seçimimizə daxildir. Məhz bu səbəbdən sizə tövsiyəmiz odur ki, işinizi peşəkarlara etibar edin. İxtisas seçim prosesi sizin uğurlu karyeranızın təməlini təşkil edir. Yanlış ixtisas seçimi gələcəkdə sizin əmək bazarında fəaliyyət dərəcənizi, gəlirlilik səviyyənizi aşağı sala bilər. Yəni bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Buna görə də çalışın ki, ixtisas seçim prosesinə həqiqətən ciddi bir proses kimi baxın. Sadəcə qəbul olun, magistr adı alın. Və sonra siz istəmədiyiniz ixtisas üzrə deyək, bitirmisinizsə, nə edəcəksiniz diplom aldıqda, yəni. O mənasızdır. Əgər oxuyursunuzsa, 2 il ərzində zəhmət çəkirsinizsə, yaxşı olar ki,
sizin bacarıq və qabiliyyətlərinizə uyğun olan, eləcə də dövrün yenilikləri ilə səsləşən ixtisaslar üzrə qəbul aparılsın və o sahə üzrə mütəxəssis kimi formalaşasınız. Kompüter sistemləri və şəbəkələri ixtisaslaşması üzrə keçən Bakı Dövlət Universitetində əyani əsaslarla DS və ödənişli keçid balı 75,5 bal olmuşdur. Daha sonra gəlin baxaq burada nə var. Biomüxtəlifliyin qorunması ixtisası var. 61 bal olmuşdur. Həm ödənişli, həm DS üzrə keçid balı. Bioekologiya ixtisası var. Keçən il 45 bal ödənişli, 64,5 bal DS üzrə olmuşdur. Beynəlxalq turizm ixtisası 62 bal olmuşdur. Həm ödənişli, həm də DS üzrə. Turizm işi ixtisası üzrə 59 bal olmuşdur. Həm ödənişli, həm DS üzrə. Gömrük işi ixtisası üzrə keçən DS üzrə qəbul aparılmayıb. Ödənişli keçid balı 48 bal olmuşdur. Və burada fikir versəniz görərsiniz ki, eyni ixtisas iki fərqli kodla verilib və iki fərqli ballarla qeyd olunub. Məsələn, gömrük işi ixtisası burada isə əyani əsaslarla 45 bal olaraq müəyyən olmuşdur. Ödənişli əsaslarla qəbul. Bu nə deməkdir, əziz namizədlər? Bu deməkdir ki, universitet bir ixtisas üzrə tələbat çox olduğu üçün Dövlət İmtahan Mərkəzi tərəfindən iki patok üzrə deyək yer ayırıb. Yəni deyək ki, məsələn, bir qrup kifayət eləməyib, ikinci qrup üzrə də bir yer ayırıb. Yəni bu ixtisas üzrə verdikdə nəzərdə tuturuq. Yəni tələbat çox olduğu üçün ixtisas üzrə 2 dəfə müraciət edib və 2 dəfə fərqli kodlarla yer alıb və belə deyək, plan yerlərini artırıb. Məhz bu səbəbdən ixtisas seçimini əgər özünüz edəcəksinizsə, bu kodlarla bağlı kifayət qədər diqqətli olmalısınız. Yəni siz birdən indi burada düzdür ikisi ödənişli keçid balı, həm də bal məsələsi var. Məsələn, tutaq ki, siz 45 bal toplamısınız, gömrük işini 45 bal nəzərdə tutubsuz, amma siz kodlaşdırma zamanı 48 bal olanı seçirsiniz. Və bunlar da ayrı-ayrı, nə olsun eyni ixtisasda, amma ayrı-ayrı ixtisaslaşma olaraq aparıldığı üçün avtomatik sizin qəbul şansınız azala bilər. Ona görə biz sizə məsləhət bilirik ki, işinizi peşəkarlara etibar edəsiniz və uğurlu nəticə əldə edəsiniz. Ekonometriya ixtisası üzrə keçən DS üzrə qəbul aparılmayıb, ödənişli keçid balı olub 46,5 bal. Fizikanın tədrisi ixtisası üzrə keçən əyani əsaslarla fikir versəniz görərsiniz ki, baxın bu ixtisas üzrə də iki fərqli kodla verilib. Yəni tələbat çox olub, universitet dimdən hər iki ixtisas üzrə fərqli plan yerləri alıb. Deməli, birinci fizikanın tədrisi ixtisası üzrə 69 bal olub, həm ödənişli, həm DS üzrə. İkinci fizikanın tədrisi ixtisası üzrə isə DS qəbul aparılmayıb, ödənişli keçid balı 40 bal olub. İndi isə gəlin biraz 42-ci və 56-cı proqramların üzrə ixtisaslaşmaları nəzər yetirək. Məsələn nə? Məsələn, fikir versəniz görərsiniz ki, burada həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası var və bu ixtisasda yenə iki fərqli kodla verilib. Yəni ixtisasa tələbat çox olduğu üçün nəzərə alsaq ki, Bakı Dövlət Universitetidir, prestijli universitetdir, tələbələrin 90% bu universiteti seçəcək. Eləcə də nəzərə alsaq ki, sosial iş ixtisası 42-ci proqrama daxildir və bakalavr ixtisasının hansı ixtisas olmasına asılı olmayaraq bütün namizədlər bu ixtisası seçə bilər. Ona görə bu ixtisasda tələbat çox olduğu üçün Bakı Dövlət Universiteti bu ixtisasa iki fərqli kod altında demək 2 dəfə müraciət edərək plan yerlərini artırıb. Deməli, birinci qeyd olmuş, baxın bu həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisası keçən ödənişli və DS keçid balı olub 75 bal. İkinci üzrə isə olub ödənişli keçid balı 59 bal, DS üzrə olub 67 bal. Daha sonra gəlin baxaq. MBA üzrə görək varmı burada? MBA ixtisaslarının 90%-i UNESCO olur. Niyə? Çünki İqtisad Universitetidir. MBA da iqtisadi yönümlü, deyək, ixtisasları özündə cəmləşdirir. Sonra əgər siz bakalavrda hüquq ixtisasını bitiribsinizsə, siz burada əqli mülkiyyət hüququ, tibb hüququ, əmək və sosial təminat hüququ kimi ixtisaslar, eləcə də ekologiya hüququ, mədəniyyət hüququ, vergi hüququ kimi ixtisaslar seçə bilərsiniz.
Və bunların da balları hər ixtisas üzrə fərqli qeyd olunub. Məsələn, 62,5 bal tibb hüquqi ixtisası üzrə ödənişli, 71 bal DSQ balı olub. Eləcə də maliyyə ixtisası üzrə baxın, MBA yazılıb. Baxın, MBA yazılmadığı təqdirdə seçə bilməzsiniz. MBA yazılıbsa, bakalavr ixtisasınız deyək, sosial humanitar yönümlüdürsə, MBA yazılan ixtisasları seçə bilərsiniz. Yəni siz maliyyə gördünüz, qarşısında MBA yoxdursa, o sizə aid deyil. O bakalavr ixtisası iqtisadi sahələr üzrə olanlara aiddir. Və tədris ingilisində aparılıb. Əlbəttə ki, bir də o nüansı qeyd edək ki, MBA üzrə təhsil alırsınızsa əgər, siz sadəcə ödəniş əsaslarla təhsil alacaqsınız. MBA üzrə təhsildə dövlət sifarişli, yəni pulsuz, ödənişsiz qəbul aparılmır. Ancaq ödənişli qəbul aparılır. Və keçər balı olub 53 bal. İndi gəlin Neft və Sənaye Universitetinə nəzər yetirək. Neft və Sənaye Universitetində sedimentologiya ixtisası üzrə 45 bal ödənişli, 46,5 DS olub. Neft, qaz yataqlarının axtarışı və kəşfiyyatı ixtisası üzrə həm ödənişli, həm DS üzrə keçid balı olub 40 bal. Tətbiqi riyaziyyat ixtisası üzrə 63,5 bal olub, həm ödənişli, həm də DS üzrə keçid balı. Süni intellekt tədris ingilisində, bu da dövrün ixtisaslarındandır. Niyə? Çünki innovasiya dövründə yaşayırıq. Hər gün yeni bir süni intellekt AI proqramları çıxır və siz əgər bu sahə üzrə ixtisaslaşmış olsanız, ölkəmizdə tələbat həqiqətən də çox olacaq. Çünki yeni sahədir, maraq var, kreativ sahədir, həm dünyada, həm də ölkəmizdə. 67 bal olub, həm ödəniş, həm DS üzrə. Verilənlərin təhlili, yəni data analitikası gedir bu ixtisas. Tədris ingilis dilində 40 bal olub, keçid balı belə görünür ki, burada DS üzrə qəbul aparılmayıb. Kiber təhlükəsizlik ixtisası tələbələr, namizədlər tərəfindən ən çox seçilən ixtisaslardandır. Olub ki, keçən il keçid balı Bakı Neft və Sənaye Universitetində, ödəniş əsaslarla 49 bal, DS üzrə 75 bal. İnformasiya sistemlərinin təhlükəsizliyi sahələr üzrə ödənişli qəbul, DS üzrə qəbul aparılmayıb, ödənişli keçid balı olub 40 bal. Tədris ingilisində olduqda isə ödənişli keçid balı 51,5, DS üzrə 75 bal olub. Kompüter sistemləri və şəbəkələri ixtisası. Baxın, bu ixtisas üzrə 2 fərqli kod görürsünüz. Bu deməkdir ki, yenə Neft və Sənaye Universiteti bu ixtisas üzrə demək 2 dəfə müraciət edib, tələbat çox olduğu üçün 2 fərqli qrup alıb və plan yerlərini artırıb. Birinci sırada ixtisas üzrə ödənişli və DS üzrə keçid balı olub 69 bal, ikinci sırada ixtisas üzrə isə ödənişli keçid balı və DS keçid balı 64,5 bal olub. Bu qədər əziz abituriyentlər, əziz tələbələr, əziz namizədlər. Videomuzun çox uzanmasını istəmirəm, çünki uzun olduqda sizin üçün də maraqsız olur. Ən yaxşısı odur ki, siz bu videonun aşağısına şərh bölməsinə ixtisas seçimi prosesi ilə bağlı nə suallarınız varsa qeyd edəsiniz. Yenə də xahişimiz odur ki, kanalımıza abunə olaraq videolarımızı bəyənəsiniz. Düzgün ixtisas seçimi etmək istəyirsinizsə, işinizi peşəkarlara etibar etmək istəyirsinizsə, bizim 07742 2818 WhatsApp nömrəmizə yazmaqla elə indidən qeydiyyatdan keçə bilərsiniz ixtisas seçim prosesi üçün. Çünki bizdə qeydiyyat hal-hazırda aparılır. İxtisas seçimi DİM tərəfindən elan olunduqda isə artıq kimlərin, hansı namizədlərin qeydiyyatını aparmışıqsa, həmin namizədlər üzrə ballarına və maraqlarına uyğun olaraq araşdırmalar aparılır. Artıq ixtisaslar müəyyənləşir, kodları müəyyənləşir, plan yerləri müəyyənləşir, əvvəlki illərin belə deyək, keçid balları da nəzərə alınır və geniş analizlər nəticəsində ixtisas seçim prosesi artıq deyək, hazırlanır. Ona görə də yaxşısı odur ki, siz vaxt itirmədən elə indidən qeydiyyatdan keçəsiniz ki, müəllimlərimiz tərəfindən həm özünüz üçün yaxşı olur ki, seçilmiş ixtisaslara baxış keçirirsiniz, valideynlərinizlə, dostlarınızla da məsləhətləşirsiniz, özünüz də baxış keçirirsiniz və hansı ixtisaslarda yer dəyişmək istəsəniz edə bilirsiniz. Yəni, vaxt baxımından da bu sizin üçün əlverişli olur. Sona saxlamayın, çox xahiş edirik. Çünki ixtisas seçiminin DİM tərəfindən elan olunduqda son dövrlərdə, yəni artıq seçimin bitməsinə az qalmış bizə elə namizədlər müraciət edir. Balı da kifayət qədər var, amma hələ də edə bilməyib və yaxud yadda saxlamayıb və yaxud hər hansı dəyişiklik etmək istəyib, edib dəyişiklik etmək istəyir, artıq təsdiqləyib və yenidən düzəliş etmək istəyir. O artıq gec olur və sistem sona yaxın donur. Sistemdə müəyyən problemlər yaşanır. Ona görə də işinizi
Bu baştan tutun, indidən müraciət edin, qeydiyyatdan keçin, araşdırmanız edilsin, düzgün ixtisas seçim prosesiniz icra olunsun. Hər birinizə uğurlar arzu edirik. Gələn videolarımızda görüşmək ümidi ilə.